Başlayalım. İzah edirəm bugün keçmiş sada zamanı İngilizce adını yazaq. Past simple. Keçmiş sada zaman forması. Sada zamanların ikincisi. Past simple nədir? Keçmiş sada zaman. Əvvəlcə gəlin nədən başlamalıyıq? Zaman öyrənərkən necə yaranır? Gəlin ondan başlayaq. Birincisi, iki üsulla yaranır keçmiş sada zaman. Qaydalı feillərə ed artırmaqla, qaydasız feillərdə isə feil iki forması ilə, yəni kökdən dəyişməklə. Biz kökdən dəyişən feillər siyahısını öyrənmişik Güraydan savayı. Deyirik məsələn, go, went, gone. Sonra nə idi? Do, keçmiş zaman nədir? Did, done. Bring, brought, brought. Catch, caught. Aydındırmı? Məsələn, go necə olacaq? Go, went, gone. Do, did, done. Daha olmaz. Speak məsələn keçmişdə necə olacaq? Spoke. Bunların ikinci variantı hansıdır? Speak'də necə? Məsələn, baxın. Siyahıda speak'in ikinci variantı nədir? Spoke. Biz feil 2 budur da. Bu feil 2'dir. Bu nədir bəs? Feil 1. Demək, speak, spoke. 3'də nə olur? Spoke. Hansı lazımdır? 2. Məsələn, write'ın keçmiş zamanı, write necə olur 2'də? Wrote. Bizə ikinci sırada olan sözlər lazımdır, feillər lazımdır. Aydındırmı? Keçmiş sada zaman deyəndə qaydalı feillərə nə artırmaq lazımdır? Ed, qaydasızlarda isə nə edirik? Siyahıdakı ikinci sıraya baxarıq. Aydındırmı? Keçirik indi cümlələrə. Bu zaman formasında şəxslərə görə dəyişmək yoxdur. Bütün şəxslər eyni şeydə, eyni formada olur. Məsələn, work nədir? İşləmək. Qaydalıdır, qaydasızdır. Qayda. Siyahıda var idi work. Qaydasızdır. Demək qaydalıdır. Deyirəm ki, qaydasızdır yaxşını deyən formalar. Yox, qaydalıdır bəli. Qaydalıdır. Mən işlədim. I worked. Sən işlədin. You worked. Bütün şəxslərdə eyni. Yəni şəxslərə görə dəyişmə sürəti yoxdur burada. She worked. O işlədi. Buraya qədər bəsdir. Bir dənə qaydasız feillə yazaq. Məsələn, deyək they went. Go nədir? Getmək. Keçmiş zaman nədir? Went. They went. Aydındırmı? Sonra biz etdik. Necə deyərik? We did. Buraya qədər aydındırmı? Qaydalılarda nə artırırıq? Ed. Qaydasızlarda ikinci sırayla. Aydındırmı? İkinci sıranı kökdən dəyişməklə götürürük. İndi sual variantları. Keçmiş sada zamanda sual və inkarı nə yaradır? Ya did yaradır. İnkarı isə sualı did, inkarı isə didn't yaradır. Və diddən və didn'tdan sonra feil 1 gəlir. Yəni şəkilçisiz dəyişməmiş feil gəlir. Aydındırmı? Bu feil 2 idi axı, hə? Did'dazı yazsaq hansı feil lazım olacaq bizə? Feil 1 lazım olacaq. Məsələn, baxın, I worked yazıram. Bütün şəxslərdə eynidir. Məsələn, did. Bütün şəxslərdə eyni şeyi yazıram. Nə yazıram? Did. 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 Amma nəyi bilməliyik? Nəyi bilməliyik? Deyirik ki, did I work? Ümumiyyətlə, did, bundan əvvələn keçmişdim sizə. Do keçmişdim, das keçmişdim. Yanınızdadır, keçmişdim sada zamanda. Bunlarda da nə olmalıydı? Feil 1 olmalıdır. Və to do feili də bunlar hamısı. Başa düşürsünüz necə? To do feili ondan sonra gələn feili dəyişən halda qəbul eləmir. Başa saldım nə demək istəyirəm? To do'dan sonra, to do'nun fərqi yoxdur. İndiki zaman olsun, keçmiş zaman olsun. To do'nu işlədirsinizsə, to do'dan sonra yazdığınız feili zamana və şəxsə görə dəyişə bilməzsiniz. Aydındırmı? Onun indiki zaman formu nədir? Do-dazdır. Keçmiş zaman nədir onun? Diddir. Ondan sonra nə yazmaq olmaz? Dəyişən feili yazmaq olmaz. Dəyişən feil nədir? Ya feil S qəbul edə bilər, elədirmi? Ya nəyi qəbul edir? Ya edi qəbul edir, elədirmi? Ya ikinci sıraya dəyişir. Aydındırmı? Amma diddə heç biri olmaz. Nə olmalıdır? Sadəcə feilin özü, əvvəlki variantı olmalıdır. Buraya qədər aydın oldu mu? Did I work? Nə olacaq burada? Did you work? İndi Gülay, bax hala bura. Düzdürmü bu? Düzdür. Et mənə ed alamayam. Düzdür, düz deyil. Mən ed alamayam. Düzdür. Səhvdir mənim. Niyə səhvdir? Çünki ed alamayamsınız. Niyə səhvdir? Did olsa Çünki did var. Diddən sonra gələn feil. Bu nəyə qulaqsınızı bilmirsiniz. Ed qəbul edə bilməz. Məsələn, did she work? Gülay, düzdür, bu səhvdir. Səhvdir. Niyə səhvdir?
Diddən sonra ediyoruz. I saw, did Ed olmaz. Did she work? Feilin özünü sadəcə yaza bilirsiniz. Aydındır mı? Hə? Did they went? Düzdürmü? Xeyr. Xeyr. Go. Nə olmalıydı? Go, go. Go. Çünki niyə? Diddən sonra dəyişən feil Gəl. olmaz, gəlməz. We did. Did, we, did olar. Şey, do. Xeyr. Did olmaz. Nə olar? Didin əvvəlki vərəfi nədir? Do. Do. Deyərsiniz ki, mənə bu da tududur, bu da tududur. Elədirmi? Fərqlər nədir? Tudu feilinin iki işlənmə forması var. Tudu burada köməkçidir. Köməkçi nəyə yarayır? Nə işimizə yarayır? Sual və inkar yaratmalı. Elədirmi? İngiliscə 3 dənə köməkçi feil var. Onlardan biri do'dur, biri to be'dir, biri to have'dir. Köməkçi feillərin funksiyası nədir bilirsiniz? Köməkçi feil tərcümə olunmur. Köməkçi feilin funksiyası cümlədə sual və inkar yaratmaqdır. Aydındırmı? Zamana kömək edir də, kömək edir. Zaman yaranmasında kömək edir. Çünki work özü inkar yarada bilmir axı. Ona köməyə nə gəlir burada? Did. Aydın oldu mu? Burada did köməkçidir bu cümlədə. Didin axı tudunun başqa bir mənası var. Tudu nə deməkdir? Etmək demək deyil, hə? Tudunun buradakı mənası etmək kimi tərcümə olunur. Başa düşdünüz necə? Buradakı do etmək deməkdir. Bu adi normal əsas feildir. Buradakı did isə sual yaradan köməkçi feildir. Bir cümlədə hər ikisini görmək mümkündür. Həm did, həm do'nu görmək mümkündür. İkinci burada tərcümə olacaq etmək kimi. Bu nə edib bəs? Sual yaradır. Aydındır mı? Hə? Yəni təzədən bir dəfə yazaq ki, başa düşmədi nə dediyimi. Bax, buraya yazaq gəlin. Tudu, tudunun iki mənası var. Birinci mənası etmək. Məsələn, baxın. I do my lessons. Mən dərsimi. Dərsimi edirəm. Necə tərcümə olunur? Etmək kimi. I did my lessons. Yenə etməydi. Yenə etdim. Etdim. Dərslərimi etdim deyirəm. Amma bir də var ki, sual inkar yaradar. Sual inkar. Bu halda do'nun yanında başqa bir feil də olmalıdır. Baxın. Do'dan sonra başqa feil olmalıdır. Diddən sonra başqa feil olmalıdır. Aydındırmı? Do, did, does ümumiyyətlə başqa bir feilin sualını, başqa bir əsas feilin sadə zamanlarda çox iştirak edir. Başqa bir feilin sual və inkarını yarada bilir. Başa düşdünüz nə demək istəyirəmsə? Buradakı do ilə bunu fərqləndirə bildiniz. İnkarda necə olacaqdı? Deyirdik. Bunu silək. Bunu silək. Başınız qarışmasın. İnkarda necə olur? Didn't cümlədə harda yazılmalıdır? Xəbərdən əvvəl. Xəbərdən əvvəl didn't yazsa, amma xəbər didn't üzüm maçda 2-dir. Did they go? Did we do? İnkarda. Mən işləmədim. I didn't work. Artıq work da olmaz. Sən işləmədin. You didn't work. O işləmədi. She didn't work. Sonra they didn't Go. go. Aydındırmı və yaxud we didn't do. Bura qədər aydın oldu mu? Hə? İndi izah edirəm bu zamanın işlənməsini. Bu aydın oldu mu sizə? Başa bildim mi bunu? İndi bu zaman hansı hərəkətləri bildirmək üçün işlədilir? Keçmişdə olmuş hərəkətlər. Keçmişdə hansıdır? Keçmiş zaman hansı zamandır? Keçmişdə sadəcə baş verir. Keçmişdə olub, keçmişdə qalıb, keçmiş oldu. Yəni belə bir şey deyim sizə. Məsələn deyirəm ki, I learned grammar yesterday. I learned the grammar yesterday. Mən dünən qrammatikanı öyrəndim. Zaman zərfləri hansılardır? Birincisi, birinci məsələ baxacaqsınız zaman zərflərinə. Elədirmi? Hər zamanın nəyi var? Zaman zərfləri. İlki sadə zamanda var idi. Always, usually, hansılar idi? Often. Nə? İkisi adam. İlki sadə zaman zərfləri hansılar idi? Seldom, often, usually, never, rarely, every day, every week, every... Zaman zərfləri nə işimizə yarayır? Zaman zərfini görəndə ona uyğun zamanı yazırıq. Yesterday hansı zaman zərfidir? Keçmiş sadə zamanda hansılar var? Last ifadələri var. Last week olar, last year olar, last month olar. Ago ifadəsi sözü var. Ago, məsələn deyək, 2 years ago. 2 il əvvəl. Once upon a time var. Once upon a time. Bir zamanlar. Nağıllar ingilis dilində belə başlayır. Və yaxud once da ola bilər. Bir dəfə. Bəzən bu da olar. Sonra şey var. İllər göstərilir. Keçmişə aid bir il.
2024 artıq keçmiş bir ildir. Elədirmi? Keçmişə aid bir tarix göstərirsə, last ifadelərini görsəz, egonu görsəz, yesterday görsəz, biz hansı zamanı verməliyik? Keçmiş sadə zamanı yazmalıyıq. Aydın oldu mu? Birinci məsələ nə idi? Keçmişdə baş verən hərəkətlər. Aydındırmı? Onun açıqlamasını necə görürük? Yesterday, last ifadeləri, ago'dur, nə bilim, once upon a time, once keçmişdən danışırsa əgər, bir də məsələn, keçən illər, keçmişə aid bir illər, tarixlər göstərsən, yaza bilər ki, in the 15th century, keçmişə aid dövrlər, əsrlər, məsələn, in the past, in the past nə deməkdir? Keçmişdə, in the past people used, məsələn, stones to cut their food. İnsanlar daşdan istifadə ediblər ki, nə eləsinlər? Yeməkləri kəssinlər, doğrasınlar. İkinci məsələ nədir? Hekayə nə deyirəm, keçmiş sadə zamanda verim. Bilirsiniz nə deyirəm elə? Hekayə yazırsınız da, keçmişə aid yazırsınız. Elə deyil. Məsələn, günlərin bir günü Amin parkda gəzirdi, o yolda bir pişik gördü. Elədirmi? Hadisələr necə verilir orada? Parkda Amin gəzirdi, sonra pişik gördü. Pişik titrəyirdi, pişiyi evə apardı. Sıra hərəkətlər var, götürdü, apardı, gətirdi. Məsələn, bax, bu sıra ilə gedir. Elədirmi? Bax, belə deyim. Mən məktəbə getdim. Günüzü danışdım, məsələn. Dünən məktəbə getdim. Dərsdən sonra evə gəldim. Evdə nahar yedim, nahar etdim. Sonra deyirik. Hazırlığa getdim. Günorta yedim demirlər, düz deyil. Hazırlığa getdim. Hazırlıqdan sonra anamla gəzməyə getdim. Sıra oldu da bütün hərəkətlər nə ilə verildi? Sıra ilə verildi. Elədirmi? Sıra ilə olduğu üçün keçmiş sadə zamandan ifadə olunur. Məsələn, he entered the room. The room. Bir cümlə içində verə bilərik bunu. O otağa daxil oldu. Sonra neynəsin? Kurtkasını çıxartdı. Took off his coat. Palto. Paltosunu çıxartdı. And hang'ın keçmiş zaman adı? Hang. Hung. And hung it belə deyək də in the wardrobe. Demək, o otağa girdi. Daha nədir? Paltosunu çıxartdı və onu qardırobda asdı. Aydındırmı? Demək, keçmişdə sırayla olan hərəkətlərdir. Birinci bu oldu, sonra nə oldu? Bu hərəkət oldu, sonra hansı oldu? Bu oldu. Aydındırmı? Sıra pozulmadı. Hərəkətlər sırayla icra olundu. Başqa bir cümlə yaza bilərik. Müəllim içəri girdi və uşaqları salamladı. Elədirmi? Sırayla deyirəm də birinci nə oldu? Müəllim içəri girdi, ardıca uşaqları salamladı. İki hərəkət arda-arda. Müəllim nədir? The teacher. The teacher. İçəri girdi. Entered the classroom. Sağlanan adı kim bilir? And neydi? Greeted. And greeted children, the children. Müəllim otağa daxil oldu. Bir dənə children yazamadım. Müəllim otağa daxil oldu və uşaqları salamladı. Hərəkətlərdən birinci nə oldu? Müəllim otağa daxil oldu, sonra nə oldu? Uşaqları salamladı. Yəni sırayla hərəkətlər növbə ilə icra olunursa, biz ona hansı adı verməliyik? Keçmiş sadə zamanda. Üçüncü məsələ, burada yazın mı? Üçüncü məsələ, use it to ifadəsi. Bu da qaydanı qəşəng görən uşaqlar, qaydanı əzbərləyin. Use it to-dan sonra hansı fe'l forması gələ bilər? Məstər gəlir də, yəni fe'l bir variantı. Go, speak, like, do, elədirmi? Use to ifadəsi nə ifadə edir? Nə bildirir daha doğrusu? Keçmişi. Tərcüməsi ardı yardı. Ardı yardı. Bax, I use it to have long hair. Mənim uzun saçım vardı. Bax, bu nə ifadə edir? Keçmişdə hərəkət həyatı əhatə edib, keçmişdə təkrar icra olunub, keçmişdə bu həyat tərzi olub. Amma indiki zamanın əlaqəsini kəsmişdir. I used to have long hair. Mənim uzun saçım var idi deyən bir insanın. Artıq uzun saçı varmı? Yoxdur artıq. Məsələn, Günel used to play yazmıram, amma nə yazıram? Play yazıram sadəcə. Fe'lin özünü bir dənə yazıram. Aydındırmı? Günel used to play volleyball. Voleybol oynayırdı.
Tərcümə olunur necə? Günel voleybol oynayardı, Əli. Günel voleybol oynayardı. Bu nə deməkdir? Artıq Günel voleybol oynamır. Yəni oynasa da belə, məsələn burada yazar every day, məsələn belə də yaza bilərik. Hər gün. Əvvəllər hər gün oynayardı. Ola bilsin ki, indi oynayır, amma az oynayır. Başa düşdünüzmü? Yustu nə ifadə etdi? Hərəkət keçmişdə təkrar icra olunub, amma indiki zamanda artıq nə olub? Ya heç icra olunmur, ya da ki, az icra olunur da. İndi bunun əksinə, məsələn, burada hər gün əksinə oldu, every day əksinə oldu. Evdə hər gündürsə, bəlkə burada ayda bir dəfə oynayır indi. Başa düşdünüz necə? Hə? Başlayabildin mi? İndi Yustunun inkarı olsa sizcə, sual və inkarı olsa, necə olacaq? Didn't use. Yustu hansı zamandadır? Geçmiş. Keçmiş. Geçmiş nə? Sadə. Əli hansı zamanda yustu? Keçmiş sadə zaman. Sual nə yaradır? Silmişəm efendim. Did yaradır da. Elədirmi? Did I use it to? Used to olar. Used. Çünki artıq did dəyişən fe'l istəmir. Used to have long hair. Aydındırmı? İnkarda. I didn't used to have long hair. Mənim uzun saçım yox idi. Yəni əvvəllər uzun saçım olmayıb. I didn't used to have long hair. Başa düşdünüzmü? Bu inkar riayət edirəm. Siz deyə bilərsiniz ki, inkar keçmişdədir, bu niyə keçmişdə deyil? To-dan sonra hansı fe'l forması gəlməlidir? To nəyin bildirir məstər? To məstəri ifadə edir. To-dan sonra fe'l məstər formasında olmalı. To-dan sonra dəyişən bir fe'l gələ bilməz. Aydındır mı? Burada olsa da keçmiş zaman olduğunu hansı fe'l göstərir? Üstü göstərir onsuz da. Aydın oldu mu nə demək istəyirəm sizə? Demək, hansı hərəkətləri bildirirdi? Keçmişdə icra olunan hərəkətlər. Hə, bu da var. Keçmişdə uşaqlar deyirlər ki, müəllimə, buna qədər inanır. Bax, keçmişdə baş vermiş hərəkətlər, sonra nə idi? Ardıcıl baş verən hərəkətlər, bir hansı ifadə var? Yustu ifadəsi. Kitaba baxmam, buradan izləha qulaq as. Kitabdan baxırsa, mən ona izləməmişəm. Demək, yustu ifadəsi. Aydındır mı? Demək, keçmişdə baş vermiş hərəkətlər, yesterday, last, ago ifadələri, nə bilim, keçmişə aid illər, dövrlər göstəriləndə bu zamanı vermək lazımdır. Yustu ifadəsi keçmişə aid hərəkətləri ifadə edən bir zaman formasıdır. Keçmişdə təkrar olub, indiki zamanla əlaqəsini kəsir. Bir üçüncü məsələ nə idi? Belə yazmışdıq ha. Keçmişdə ardıcıl baş verən hərəkətlər. Keçmişdə hərəkət ardıcıl baş verirsə, onu hansı zamanla veririk? Keçmiş sadə zamanla veririk. Bir də axırıncı məsələ. Everyday hansı zamana aid edir? İndiki sadə idi. Always. İndiki sadə. Bu sözləri keçmiş zamanda yaza bilərik. Məsələn, I always played with Aynur in my childhood. Bu hiç açtırmasın. Baxın ona bura. Bu sözlər always'dir, usual'dır, sometimes'dir, never'dir, ever'dir. Onlar keçmiş zamanda işlənə bilərlər. O halda cümlənin özündə keçmişi göstərən bir şey olmalıdır. Burada baxalım, mən həmişə Aynurla, uşaqlığımda Aynurla oynayardım. Aydındır mı? Bu necə bir hərəkətdir? Keçmişdə təkrar baş verən bir hərəkətdir. Aydındır mı? Keçmişdə adət alınmış bir hərəkətdir, amma indiki zamanda icra olunmur. Mən bunu always-i görəndə hansı zaman verməliyəm? İndiki sadə zaman. Burada nə mən keçmiş verdim? Çünki burada nə vardır? Uşaqlığımda. Keçmişə aid bir zaman vardır burada. Aydın oldu mu nə izah edirəm sizə? Hə? Keçmişə aid bir zaman olduğu üçün biz orada keçmiş zamandan istifadə edirik. Bu always bizi çaşdırmamalıdır burada. Aydın oldu mu? Məsələn, keçən il hər gün mən ingilis dili oxuyurdum. Bu hansı zamanda sizcə? Keçmiş zaman. Last year. Düzü deyərsən də cümləni? Öyrəndim. Zəyi demə. Last year. Last year I'm learning English. Are you learning? Learning at English. Learn Learned. Yes. Ed artıracaqsan. Last year I learned English every day. Last year axıra desəm daha yaxşı olardı. Belə. Dərsin izahında məqam oldu mu? Xeyr. Keçmiş sadə zaman bu qədər. Zaman zərflərini öyrənəcəksiniz, qaydaları öyrənəcəksiniz, qəşəng əzbərləyəcəksiniz. Gələcək sadə zaman izah edeyim sizə.